Şimal bölgəsində müşahidə olunan leysan yağışları fəsadsız ötüşməyib. Qusarın Ucqardağ kəndlərindən olan Laza kəndində sel bir sıra çətinliklərə yol açıb. Çayın daşması səbəbindən kəndin bir hissəsindən digər hissəsinə keçid çətinləşib. Belə ki, kəndin mərkəzindən axan Laza çayı məcrasından çıxaraq yaşayış məntəqələrinə dolub. Son günlərdə çayın daşması nəticəsində kəndə su ilə qarışıq lil gəlib. Sakinlər bildirirlər ki, bu hal ildə bir neçə dəfə yaşanır. Bu səbəbdən də problemin bir dəfəlik həlli üçün çayın kənarından beton bəndlərinin vurulması vacibdir. Çətinlik olduqca böyük çətinlikdir. Bütün yollar demək olar ki, yuxarıdan yil axıb su ilə bərabər yollar tutulub, gölməçə şəklindədir, o yüzden bu yüzden keçmək mümkün deyil. Elə yerlərdə var ki, heç maşınsız keçmək mümkün deyil. Kəndin o tərəfini getmək çətinləşib. Piyada getmək qeyri-mümkündür. İri maşınlar gedə bilir, balaca maşınlar gedə bilmir. Həm də ki, bu neçə dəfələrlə bu təkrarlanıb. 93-cü ildə də bu hadisə olmuşdu. O vaxtlar kəndin aşağı hissəsində 3 dənə ev torpağın altında qalmışdı. Əraziyə Qusar su meliorasiya sistemlərinin istismarı idarəsindən texnikalar cəlb olunub. Hazırda daşqının nəticələrinin aradan qaldırılması üçün sərasər işlərə başlanılıb. İdarədən bildirilib ki, fəsadların minimuma endirilməsi üçün gələcəkdə Laza çayı boyunca beton bəndlərin vurulması nəzərdə tutulur. Yəni qeyd etmək istəyirəm ki, son günlər rayon ərazisində, o cümlə Respublika ərazisində yağan leysan xarakterli yağışlar müəyyən fəsadlar törətmişdir. O cümlədən rayonumuzun Dəzə kəndində güclü leysan xarakterli yağışlardan sonra müəyyən su artmış, kənd ərazisindən keçən hissəsində müəyyən fəsadlar törədə bilərdi. Tərəfimizdən texnikalar ayrılaraq həmin ərazilərdə sahil bərkitmə işləri görülmüş, əhaliyə hər hansı fəsadın yaranmasının qarşısı alınmışdır. Onu da qeyd edək ki, hazırda yağış səngiyib və çayda suyun səviyyəsi aşağı düşüb. Emin Kərimov, SSV Xəbər, Qusar.